Əl-Ənkəbut surəsi 69 ayədir. Rəhman və Rəhim olan Allahın adı ilə. Əlif, Lam, Mim. İnsanlar yalnız iman gətirdik demələri ilə onlardan əl çəkilib imtahan olunmayacaqlarını mı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da, yalançıları da çox gözəl tanıyar. Yoxsa pis əməllər edənlər əzabımızdan sovuşa biləcəklərini güman edirlər. Onlar necə də pis mühakimə yürüdürlər. Hər kəs Allahla qarşılaşacağına ümid edirsə, bilsin ki, Allahın müəyyən etdiyi vaxt mütləq gələcəkdir. Allah hər şeyi eşidəndir, biləndir. Cihad edən ancaq özü üçün cihad edər. Allah aləmlərə əsla möhtac deyildir. İman gətirib yaxşı işlər görənlərin əvvəlki günahlarının üstünü örtər və onlara etdikləri əməllərdən daha gözəl mükafat verərik. Biz insana, ata-anasına yaxşılıq etməyi, onlarla gözəl davranmağı tövsiyə etdik. Əgər valideynlərin bilmədiyin bir şeyi mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız mənim hüzuruma qayıdacaqsınız. Mən də nə etdiklərinizi sizə bir-bir xəbər verəcəm. İman gətirib yaxşı işlər görənləri salihlər zümrəsinə daxil edəcəyik. Adamlar arasında elələri də vardır ki, biz Allaha iman gətirdik deyər. Allah yolunda bir əziyyət gördükdə isə, insanların fitnəsini Allahın əzabı kimi qəbul edərlər. Əgər Rəbbindən bir zəfər gəlsə, mütləq biz də sizinləyik deyərlər. Məyər Allah məxluqatın ürəklərində olanları bilmirmi? Şübhəsiz ki, Allah iman gətirənləri də, münafiqləri də çox gözəl tanıyandır. Kafir olanlar iman gətirənlərə dedilər, bizim yolumuza tabe olun, günahlarınızı öz boynumuza götürərik. Halbuki onların heç bir günahını öz boyunlarına götürməzlər. Onlar həqiqətən yalancıdırlar. Şübhəsiz ki, onlar həm öz günahlarına, həm də öz günahları ilə yanaşı daha neçə-neçə günahlarla yüklənəcəklər. Qiyamət günü onlar uydurduqları yalanlara görə mütləq sorğu-sual olunacaqlar. Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh onların arasında 1000 ildən 50 əskik, 950 il qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı. Biz onu və onunla birlikdə gəmidə olanları qurtardıq və bunu aləmlərə bir ibrət etdik. İbrahimi də yad et. Bir zaman o, öz tayfasına belə demişdi. Allaha ibadət edin və ondan qorxun. Heç bilirsiniz bu sizin üçün nə qədər xeyirlidir? Siz Allahı qoyub ancaq bütlərə ibadət edir. Yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allahdan diləyin, ona tapının, ona şükür edin. Siz onun hüzuruna qaytarılacaqsınız. Əgər təkzib etsəniz, bilin ki, sizdən əvvəlki ümmətlər də öz peyğəmbərlərini təkzib etmişdilər. Peyğəmbərlərin vəzifəsi ancaq açıq-aşkar təbliğ etməkdir. Məyər onlar Allahın məxluqatı əvvəlcə necə yaratdığını, sonra da onu yenidən dirildəcəyini bilmirlərmi? Həqiqətən bu, Allah üçün asandır. De, yer üzünü gəzib Allahın məxluqatı ilk əvvəldən nə cür yaratdığına baxın. Sonra da Allah axirət həyatını yaradacaqdır. Allah hər şeyə qadirdir. Allah istədiyinə əzab verər, istədiyini də bağışlayar. Siz məhz onun hüzuruna qaytarılacaqsınız. Siz nə yerdə, nə də göydə Allahı aciz buraxa bilməzsiniz. Allahdan başqa sizin nə bir haminiz, nə də bir mədədkarınız var. Allahın ayələrini və onunla qarşılaşacaqlarını inkar edənlər mənim mərhəmətimdən ümidlərini üzənlərdir. Onları ağrılı-acılı bir əzab gözləyir. Tayfasının İbrahimin sözlərinə cavabı, onu öldürün, yaxud da yandırın deməkdən başqa bir şey olmadı. Amma Allah onu oddan xilas etdi. Həqiqətən bunda iman gətirən bir tayfə üçün ibrətlər vardır. İbrahim onlara dedi, sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada aranızda olan dostluğa, məhəbbətə görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də kömək edən kimsələr tapılmayacaqdır. Bundan sonra Lut İbrahimə iman gətirdi. İbrahim dedi, mən Rəbbimin əmr etdiyi yerə hicrət edəcəm.
Həqiqətən yenilməz qüvvət sahibi, hikmət sahibi odur. Biz ona İsaqı və Yəqubu bəxş etdik. Peyğəmbərliyi və kitabı onun nəslinə əta etdik. Dünyada onun mükafatını verdik. O, axirətdə də mütləq salihlərdən olacaqdır. Lutu da yad et. Bir zaman o, öz qövmünə demişdi. Doğrudanmı siz özünüzdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc bir işi görürsünüz? Həqiqətən siz şəhvətlə kişilərə yaxınlaşır, yol kəsir və məclislərinizdə çirkin iş görürsünüz? Tayfasının cavabı ancaq, əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir deməkdən ibarət oldu. Lut, ey Rəbbim, fitnə fəsad törədən qövmə qarşı mənə yardım et, dedi. Elçilərimiz İbrahimə, İsaqın, sonra da Yaqubun doğulacağı barədə müjdə gətirdikləri zaman, biz bu məmləkət əhlini məhv edəcəyik, çünki onlar zalimdırlar, dedilər. İbrahim dedi, orada Lut da var. Onlar, biz orada kimin olduğunu yaxşı bilirik. Biz onu və ailəsini mütləq xilas edəcəyik, yalnız övrətindən başqa. O, əzab içində qalanlardan olacaq, deyə cavab verdilər. Elçilərimiz Lutun yanına gəldikdə, Lut onlara görə kədərləndi və ürəyi qısıldı. Onlar dedilər, qorxma və kədərlənmə, biz səni və ailəni xilas edəcəyik, yalnız övrətindən başqa. O, əzab içində qalanlardan olacaq. Biz etdikləri pozğunluğa görə bu məmləkət əhlinin başı üstünə göydən bir əzab endirəcəyik. Həqiqətən biz dərindən düşünən bir qövm üçün baxıb ibrət alsınlar deyə, o məmləkətdən açıq aydın bir nişanə qoyduq. Mədyənə də qardaşları Şüeybi Peyğəmbər göndərdik. O dedi, ey qövmüm, Allaha ibadət edin, qiyamət gününə inanın, yer üzündə fitnə fəsad törətməyin, amma onu təksib etdilər. Buna görə də onları bir sarsıntı bürüdü. Onlar diz üstə çöküb evlərində qaldılar. Biz Adı və Səmudu da məhv etdik. Onların başlarına nələr gətirdiyimiz, xaraba qalmış məskənlərindən sizə bəllidir. Şeytan çirkin əməllərini onlara gözəl göstərib, gözləri görə-görə onları haqq yoldan çıxartdı. Biz Qarunu da, Fironu da, Hamanı da məhv etdik. Musa onların yanına açıq aydın dəlillərlə gəldi. Lakin onlar yer üzündə təkəbbürlük etdilər və buna görə də əzabımızdan sovuşa bilmədilər. Biz onların hər birini öz günahı ilə yaxaladıq. Kiminin başı üstünə qasırığı ilə qızmar daş yağdırdıq. Kimini dəhşətli səs yaxaladı. Kimini yerə gömdük. Kimini də suya qərq etdik. Allah onlara zülm etmirdi. Onlar özlərinə zülm edirdilər. Allahdan başqa özlərinə dost qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənziyirlər. Evlərin ən zəifi isə şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər. Şübhəsiz ki, Allah onların Allahı qoyub nəyə ibadət etdiklərini bilir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir. Biz bu məsələləri insanlar üçün çəkirik. Onları yalnız bilənlər anlayarlar. Allah göyləri və yeri haqq olaraq lazımınca yaratmışdır. Həqiqətən bunda, bu yaradılışda möminlər üçün bir ibrət vardır. Ya Rəsulum, Qur'anda sənə vəhy olunanı oxu və namaz qıl. Həqiqətən namaz çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək şübhəsiz ki, başqa ibadətlərdən daha böyükdür. Allah nə etdiklərinizi bilir. Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin və belə deyin. Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq. Səndən əvvəlki peyğəmbərlərə necə kitab nazil etmişdiksə, Qur'anı da sənə belə nazil etdik. Kitab verdiyimiz şəxslər ona inanırlar. Bunlardan, Məkkə cəmaatından da inananlar var. Bizim ayələrimizi yalnız kafirlər inkar edərlər. Sən bundan əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar şək-şübhəyə düşərdilər. Xeyr, bu, Quran, elm verilmiş kəslərin sinələrində əzbər olan açıq-aydın ayələrdir.
bizim ayələrimizi yalnız zalimlar inkar edərlər. Bəs nə üçün Rəbbindən ona möcüzə nazil olmadı, dedilər. De, möcüzələr ancaq Allahın əlindədir. Mən isə sadəcə olaraq açıq-aşkar qorxudan bir peyğəmbərəm. Məyər oxunmaqda olan kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi? Həqiqətən bunda iman gətirən bir tayfə üçün həm mərhəmət, həm də öyüd nəsihət vardır. De, mənimlə sizin aranızda Allahın şahid olması kifayət edər. O, göylərdə və yerdə nə olduğunu bilir. Batilə inanıb Allahı inkar edənlər şübhəsiz ki, ziyana uğrayanlardır. Səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Əgər əvvəlcədən müəyyən edilmiş bir vaxt olmasaydı, sözsüz ki, əzab onlara gələrdi. Şübhəsiz ki, əzab onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir. Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Həqiqətən cəhənnəm kafirləri qabaqlayacaqdır. O gün əzab onları başlarının üstündən, ayaqlarının altından saracaqdır. Allah onlara, etdiyiniz əməllərin cəzasını dadın deyə buyuracaqdır. Ey iman gətirən bəndələrim, şübhəsiz ki, mənim yerim genişdir. Buna görə də yalnız mənə ibadət edin. Hər bir kəs ölümü dadacaqdır. Sonra da hüzurumuza qaytarılacaqsınız. İman gətirib yaxşı işlər görənləri, altından çaylar axan cənnət cuşələrində sakin edəcəyik. Onlar orada əbədi qalacaqlar. Yaxşı əməllər edənlərin mükafatı necə də gözəldir. O kəslər ki, səbr edər və yalnız Rəbbinə bel bağlayarlar. Ruzisini daşıya bilməyən neçə-neçə canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir. O, hər şeyi eşidəndir, biləndir. Həqiqətən əgər göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram etmişdir deyə soruşsan, onlar mütləq Allah deyə cavab verəcəklər. Elə isə onlar tövhiddən niyə döndərilirlər? Allah öz bəndələrindən istədiyinin ruzisini artırar da, azaldar da. Allah hər şeyi yerli yerində biləndir. Həqiqətən əgər sən göydən yağmur endirib qurutduqdan sonra onunla yerə təzədən can verən kimdir deyə soruşsan, onlar mütləq Allahdır deyə cavab verəcəklər. De, həmd olsun Allaha, lakin onların əksəriyyəti dərindən düşünməz. Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər. Gəmiyə mindikləri zaman dini yalnız ona məxsus edərək, ixlasla Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi, yenə də ona şərik qoşarlar. Onlara verdiyimiz neməti inkar etsinlər və keyf çəkib, zövq alsınlar deyə rüsxət verərik. Onlar mütləq biləcəklər. Məyər ətrafındakı adamlar qamarlanıb götürüldüyü halda Məkkəni onlar üçün müqəddəs, qorxusuz, xətərsiz bir yer etdiyimizi görmürlərmi? İndi batilə mi inanırlar? Allahın nemətini mi danırlar? Allaha qarşı yalan uydurub düzəldən, özünə haqq gəldikdə onu təksib edən kəsdən daha zalım kim ola bilər? Məyər kafirlər üçün cəhənnəmdə yeri yoxdur? Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir.